Salam, hər vaxtınız xeyir olsun. Əziz El Televiziyasının tamaşaçıları, hörmətli studiyada əyləşən qonaqlarımız və yarışma iştirakçıları. Qeyd etmək istəyirəm ki, El Televiziyası bugün özünün yeni layihəsi olan Elin Zəkası bilik yarışmasına start verir. Elimizin kanalının bu layihəni həyata keçirməkdə məqsədi ölkə rəhbərliyinin yürütdüyü təhsil siyasətinə dəstək vermək, gənclərimizin asudə vaxtının səmərəli təşkil olunması və onların elmə, təhsilə yiyələnməsində stimul verməkdir. Qeyd etmək istəyirəm ki, Elin Zəkası bilik yarışması El Televiziyasının öz ənənəsinə sadiq olaraq hər zaman siz tamaşaçılara təqdim etdiyi baxımlı və gözəl verilişlərdən biri olacaq. Xüsusilə verilişimizdə komanda iştirakçıları iştirak edirlər. Mən ilk öncə bu verilişin araya ərsəyə gəlməsində El Televiziyasının rəhbərliyi cənab İqbal Məmmədəliyev başda olmaqla bütün televiziya kollektivinə və komandaları Elin Zəkası bilik yarışmasına təqdim edən rayonların təhsil şöbələrinə və onların rəhbərlərinə öz təşəkkürümü bildirirəm. Alqışlayaq. Elin Zəkası bilik yarışmasının birinci yarış gününün komandalarını sizlərə təqdim etmək istəyirəm. Birinci yarışma günündə iştirak edən komandalar Göyçayın Çinar komandası, komanda heyəti Oruzov Eldəniz, Veysəlov Mənsur, Babayev Əli, Babayev Kənan, Qurbanlı Elgündən ibarətdir. Alqışlayaq. Bugünkü yarışma günündə iştirak edən ikinci komanda Yevlax rayonunu təmsil edir. Komandanın adı Uğurdur. Uğur komandasında Qarayev Vüsalə, Məmməd Rzayev Aqil, Musayev Rövşən, Adgözəlov Rəşad, Qurbanov Mehrac iştirak edirlər. Yarışmada təmsil olunan üçüncü komanda isə Mingəçevir şəhərinin Enişteyn komandasıdır. Komanda üzvləri Bayramova Dilfuzər, Abuşov Emin, Əhmədli Səmayə, İsmailov Orxan, Rəsulbəyli Aytən, Yunisli Samirdən ibarətdir. Mən birinci yarışma gününə start verməzdən öncə həm siz tamaşaçılara, həm də yarışma iştirakçılarına yarışmanın quruluşu barədə qısaca olaraq informasiya vermək istərdim. Qeyd edim ki, Elin Zəkası bilik yarışmasının birinci günündə 3 mərhələ oynanılacaq. Hər mərhələdə 7 sual səslənəcək. Hər suala doğru cavab verdiyiniz təqdirdə aktivinizə 10 xal yazacaqsınız. Səhv cavab verdiyiniz halda isə topladığınız xaldan 5 xal silinəcək. Ümumiyyətlə, hər 3 mərhələdə qazandığınız xallar son mərhələdə toplanacaq. Birinci yeri tutan komanda birbaşa əsas mərhələyə vəsiqə qazanacaq. İkinci yeri tutan komanda keçid mərhələsinə vəsiqə qazanacaq və çox təəssüf ki, yarışmamızda üçüncü yeri, yəni ən az xal toplayan komanda isə yarışmanı tərk edəcək. Yarışma iştirakçılarından kimi sualı var? Elə isə yarışmaya başlaya bilərik. Mən birinci mərhələnin başlandığını elan edirəm. Birinci mərhələnin birinci sualını səsləndirirəm, diqqətli olun. Sözün hansı imkanları sözün gücü, sözün sehri, sözün estetikası adlandırılır? A bəndi modallılıq, B bəndi fonetik, Y bəndi terminoloji, D bəndi bədii. Vaxt getdi. Sualı təkrar eləyirəm. Sözün hansı imkanları sözün gücü, sözün sehri, sözün estetikası adlandırılır? A bəndi modallılıq, B bəndi fonetik, Y bəndi terminoloji, D bəndi bədii. Vaxt bitdi, komandalar cavablarını təqdim etsinlər. Hər üç komanda suala doğru cavab verdi. Belə olan təqdirdə hər üç komanda öz aktivlərinə 10 xal yazır. Diqqətli olun, birinci mərhələnin ikinci sualını səsləndirirəm. Azərbaycanın dahi şairi Nizami Gəncəvi lirik şeirlərində əsasən nəyi vəsf edirdi? A bəndi vətən sevgisini, B bəndi təbiətin gözəlliyini, Y bəndi saray həyatını, D bəndi insanı, insan gözəlliyini. Vaxt getdi. Fikirləşmək üçün 30 saniyə vaxtınız var. Sualı təkrar edirəm. Azərbaycanın dahi şairi Nizami Gəncəvi lirik şeirlərində əsasən nəyi vəsf edirdi? Vətən sevgisini, A bəndi, B bəndi təbiətin gözəlliyini, Y bəndi saray həyatını, D bəndi insanı, insan gözəlliyini.
Vaxt bitdi, komandalar cavab variantlarını göstərsinlər. İkinci sualımızın cavab variantını Göyçayın Çınar komandası və Yevlağın Uğur komandası D variantını təqdim etdilər. Mingəçevirin Enişteyn komandası isə Y variantını səsləndirdi. Beləliklə, sualımızın doğru cavabını elan edirəm. Sualın doğru cavabı D variantı idi. Nizami Gəncəvi lirik şeirlərində əsasən insanı və insan gözəlliyini vəsf edirdi. Beləliklə, Göyçayın Çınar və Yevlağın Uğur komandaları 10 xal qazanırlar. Birinci mərhələnin 3-cü sualını səsləndirirəm. Diqqətli olun. Səfəvi dövlətinin ərazisi inzibati cəhətdən nələrə bölünürdü? A variantı bəylərbəyliklərə, B variantı vilayətlərə, Y variantı mahallara, D variantı əyalətlərə. Vaxt getdi. Sualı təkrar edirəm. Səfəvi dövlətinin ərazisi inzibati cəhətdən nələrə bölünürdü? A variantı bəylərbəyliklərə, B variantı vilayətlərə, Y variantı mahallara, D variantı əyalətlərə. Vaxt bitdi. Cavab variantlarını təqdim edin. Hər üç komanda cavab variantı olaraq A bəndini seçdi. Mən doğru cavabı təqdim etmək istəyirəm. Doğrudan da cavab variantı A bəndi idi. Hər üç komanda aktivlərinə 10 xal yazdırır. Növbəti sualı səsləndirirəm, diqqət olun. Birinci Dünya müharibəsindən sonra bağlanmış müqavilə tarixə hansı adla düşüb? Paris Sülh Konfransı A bəndi, B bəndi London Sülh müqaviləsi, Y bəndi Versal müqaviləsi, D bəndi Berlin Sülh Konfransı. Vaxt getdi. Sualı təkrar edirəm. Birinci Dünya müharibəsindən sonra bağlanmış müqavilə tarixə hansı adla düşüb? A bəndi Paris Sülh Konfransı, B bəndi London Sülh müqaviləsi, Y bəndi Versal müqaviləsi, D bəndi Berlin Sülh Konfransı. Vaxt bitdi. Cavab variantlarını təqdim edin. Beləliklə, hər üç komanda təqdim etdiyimiz bu suala Y variantının doğru olduğu cavabı göstərdilər. Lakin sualımızın doğru cavabı A bəndi idi, Paris Sülh Konfransı. Beləliklə, hər bir komandanın topladığı xaldan səhv cavab verdikləri üçün 5 xal silinir. Diqqətli olun, birinci mərhələnin 5-ci sualını səsləndirirəm. Azərbaycanın əsas qızıl yataqları hansı rayonlardadır? A bəndi Zəngilan və Kəlbəcərdə, B bəndi Şuşa, Tərtərdə, Y bəndi Qubadlı, Füzulidə, D bəndi Gədəbəy, Daşkəsəndə. Vaxt getdi. Fikirləşmək üçün 30 saniyə vaxtınız var. Sualı təkrar səsləndirirəm. Azərbaycanın əsas qızıl yataqları hansı rayonlardadır? A bəndi Zəngilan, Kəlbəcərdə, B bəndi Şuşa, Tərtərdə, Y bəndi Qubadlı, Füzulidə, D bəndi Gədəbəy, Daşkəsəndə. 10 saniyə vaxtınız var. Vaxt bitdi. Cavablarınızı təqdim edə bilərsiniz. Beləliklə, yalnız komandalardan ikisi suala doğru cavab verib. Beləliklə, Göyçayın Çınar və Mingəçevirin Enişteyn komandası suala doğru cavab verdilər və aktivlərindəki xalları artırdılar. Diqqətli olun, növbəti sualı səsləndirirəm. Television sözü ingilis dilinə hansı dildən keçib? A variantı İtalyan dili, B variantı Yunan dili, D variantı Alman dili, Y variantı İspan dili. Vaxt getdi. Sualı təkrar edirəm. Television sözü ingilis dilinə hansı dildən keçib? A variantı İtalyan dili, B variantı Yunan dili, D variantı Alman dili, Y variantı İspan dili.
Vaxt bitdi. Komandalar cavablarını təqdim etsinlər. Beləliklə, Göyçayın Çinar komandası D variantını seçdi cavab üçün. Yevlağın Uğur komandası B variantını təqdim edir. Mingəçevirin Einstein komandası isə Y variantını təqdim edir. Amma təqdim etdiyimiz bu sual üçün doğru cavab B variantı idi. Alqışlar. Komanda iştirakçıları sizlərə səslənirəm. Bu mərhələnin sonuncu sualını səsləndirəcəm. Çalışıb suala doğru cavab verməlisiniz. Çünki rəqib komandadan maksimum dərəcədə üstünlük əldə etmək üçün hal ehtiyatınızı artırmanız gərəkdir. Ona görə diqqətli olun, birinci mərhələnin sonuncu sualını səsləndirirəm. İlk dəfə ingilis dilində əhatəli lüğəti kim tərtib edib? Cavabları səsləndirirəm. A variantı Albert Sidney Hornby, B variantı Harold Palmer, Y variantı Samuel Johnson, D variantı William Shakespeare. Vaxt getdi. Sualı təkrar edirəm. İlk dəfə ingilis dilində əhatəli lüğəti kim tərtib edib? A variantı Albert Sidney Hornby, B variantı Harold Palmer, Y variantı Samuel Johnson, D variantı William Shakespeare. Vaxt bitdi. Komandalar doğru hesab etdikləri cavabları göstərsinlər. Təqdim etdiyimiz 7-ci suala, birinci mərhələnin son sualına Göyçayın Çinar komandası cavab verməkdən imtina etdi. Yevlağın Uğur komandası isə fikirləşir ki, sualın doğru cavabı Y variantıdır. Mingəçevirin Einstein komandası da Yevlağın Uğur komandası ilə eyni fikirdədirlər. Sualın doğru cavabını səsləndirirəm. İlk dəfə ingilis dilində əhatəli lüğəti Samuel Johnson tərtib etmişdir. Cavab doğrudur. Bununla da birinci mərhələ sona yetdi. Mən birinci mərhələdə komandaların topladıqları xalları elan etmək istəyirəm. Beləliklə, birinci mərhələdə Göyçayın Çinar komandası 30 xal toplayıb. Alqışlar. Birinci mərhələdən sonra Yevlağı təmsil edən Uğur komandası 40 xal toplayıb. Və Mingəçevirin Einstein komandası isə birinci mərhələdən sonra 25 xal toplayıb. Alqışlar. Biz İkinci mərhələyə keçməzdən öncə komandalarda iştirak edən yarışmacılardan yer dəyişmələr etmək istərdik. Səbəb isə birinci mərhələdə humanitar fənlər oynanılırdı. İkinci mərhələdə isə sizə təqdim edəcəyimiz suallar dəqiq elmlərlə bağlı olacaq. Ona görə komanda iştirakçılarından yer dəyişmək istəyən varsa, buyurub yerlərini dəyişə bilərlər. İkinci mərhələyə start verdik.